Heydər bəy, bu Tehran rejimidir. Fars şovinistliyinin 21-ci əsrdə ortaya çıxartdığı bir rejimdir. Yəni bunlar demək ki, dini də, İslamı da hər bir şey kullanırlar, şiəçiliyi də hər bir şeyi. Və bir məsələ var ki, bu günləri bu İran adlanan yerdə olan bu rejim, bu hakimiyyət demək ki, belə baxır bu İran adlanan yerdə millətlərə, insanlara, toprağa, hər şeyə, quşa, daşa, hər şeyə ki, yəni bu demək ki, savaşda bir türlü savaş kimi şeydə ələ keçirtmişik. Yəni İran adlanan yeri bu bir dəstə malladır. Əlbəttə, bunu da kim salam salavatla bu farslar gətirib qoymuşlar başlarına. İndi özləri də bilirlər ki, öz boğazları ipə düşübdür. Farsın özü də, at da gedir, ip də gedir. Yəni bu həmin adamıdırlar ki, orada İran adlanan yerdə mən bunu gözümlə görüb gəlmişəm. Siz düzdə 90% çıxdınız buna oy verdiniz. Siz düzdə bu mallaları itələngəsi kimi sürüdünüz, gətirdiniz də. Siz düzdə belə. Və elə bu molladır da, Quranı qoltuğuna vururdu gözümüzün qabağında. Demək ki, 80 dənə şallağı, ya Zəhra, ya Hüseyin, ya Əbəlfəz deyə Quran dedi, Quranı sağladı, Əbəlfəz deyə vururdu. Ya Hüseyin deyə, ya İmam Zaman deyə xalqın 10 yaşında qızını zorlayırdılar. Hamınızda o işçidə əliniz vardı, hamınız əliniz vardı. Kimsə bu rejimə qulluq edir, başdan ayağa. Hamısının əli vardı. Və bu günlərdə sıxır demək ki, biri də sıxıb demək ki, hayasızlar. Bu yazın vaxtında. O topraklar, o dağlar, o daşlar bilirsiniz kimin toprağıdır? Türk toprağıdır, Azərbaycan toprağıdır. Gəlibsiz, doğada heyvanların demək ki, yumurtayan, bala qoyan vaxtı bağlayıbsınız, topağa bağlayıbsınız, vızıldadırsınız orada. Ki nə olsun? Nə olsun? Nə var ki, demək ki, Azərbaycan neçə gün bundan əvvəl bəlli oldu ki, Azərbaycan, İsrailə deyir ki, ya İsrail, sən demək ki, Türkiyə ilə yola getməlisən. Neçə həftədir nə vardı o qoşunu yığıb ki, nə gətirib o dəmir dümürü Araz kənarına Azərbaycana qarşı. Ayday demək ki, İsrailin Azərbaycanda düşərgələr vardı. Gəlmiş onu vuracaq, ondan savaş başlanacaq. Ondan sonra day demək İsrail Azərbaycan üzərindən və yaxud Amerika İran adlanan yerə hücum gətirəcək. Axı, nə deyirsiniz? B2-lərin nə ehtiyacı var Azərbaycan? Heç B2-ləri sən görəcəksən, o gedib Diago Qarsiyada oturub 5000 kilometr o ənlə gələcək. Ya bu günlər demək ki, Tromen gəmisi, ya o bugünkü gəmi ki, bu günləri gəldi, girdi ora. Onlar nə daxlı var, Azərbaycan nə daxlı var? Azərbaycan bir dənə düzgün siyasət yürütdü və bəzi dostlar da yanlış siyasət yürüdürdülər. O da nə idi ki, hökman gəlin gedəyin demək ki, biz də İsraillə savaşağın, ondan sonra Tehran rejimini burada törətdi ki, bu oyunlar ki, çıxardıbdı, yan qruplar, ondan sonra terörist qruplar, biz də qatılağın, bunlar imperiya yaradırlar, bunların bir huliyası var, Fars da, Mallası da, hamısı da, Əcəmi də. Ay demək ki, Əhmənilər imperiyası varmış, böyük İran varmış, bu dənizdən o dəniz elə bu erməninin də başına soğurlar onu. Bu Kürt teröristləri də vardı. Ondan sonra biz də demək ki, Livanı da tutmuşuq, Suriyanı da tutmuşuq, İrağı da tutmuşuq, Yəməni də, millətləri də beçara elədiniz, abrız da getdi, özdə bir dasıda mallacığaz. Bu Xameneyi də əmr müştəbə olmuşdu bu adama ki, dünya şiələrin, dünya müsəlmanlarının bunları, sən bir simdik də deyirsən İslam dünyasında, bir simdik deyirsən. Ay nə deyirsən, Şiə hilalı ay paraziti düzəldəcəyik. Başlayacaq Livandan, Türkiyədən, ondan gələcək Qafqazlara, Azərbaycandan, Keşmirdən belə, Pakistandan, Əfqanistandan belə çəkilin gəldik. Özləri də deyirdilər. Deyirdilər o Qasım Süleymanını ki, Trump vurdu, onu demək ki, katlet elədi. Ay Qasım Süleymanı 6 dənə ordu yaradıb. Ben oldu indi düşübsən Xameneyi. Dədəbədiyə düşübsən deyirsən, yox, bizim öyle şeyler yoxudur. Sən gəvəz eləyib, sənə bunları. 6 tane ordumuz var, Haşad-ı Şəhəbimiz var, Hizbullahımız var filan var. Ben ne oldu indi? Tətəbədiyə düşübsən bə. Hamı sənə, öz ətrafındakiler gör sənə nə deyirlər? Zindanda, işkəncə altında olan adam gör sənə oradan nə xəbər göndərir? Qadınları gör, qız qadınlar deyirlər, da elə əgər belədirsə, elə biz də çıxacaq da Yəmənə zada da. Sənin deyəm adamlar. Və ya o sənin o dardəstən ki, 30 il bundan qabaq, 40 il bundan qabaq daraşırdılar cəmaata hücuma. İndi qorxundan özünü onlar daşıyır maşınlarına tökür Xumeyninin məzarlığına, onlar da ağlayır. Ağa, sən gedəndən sonra gör başımıza nələr gətirirlər. Hə? Mazavda nə deyirsə, qaşıq dəyib o zadın dibinə, qazanın dibinə. İndi nədir? Yine Ermənistan yadına düşüblər. Ermənistan it günündədir. Onun da demək ki, Vardanyanı da, o da məhkəmədə. Desələr iməhləyəcək, desələr uluyacaq, desələr şöngü-şöngüyəcək. Və demək ki, onu kim yollamışdı bura?
Putin yollamışdı. Aynen Putin gələr, o Trump diye şişirdir bu Putin'i. Putin ilişib, Ukraynada qalıb, böyük millətlə, millət oldu, dövlət oldu, savaşdı. O Zelenski. Hamı belə əvvəldə baxırdı, teatrda, kinoda oynayıb filan, nə oldu? John Wayne oynaya bilərdi, ondan sonra Reagan oynaya bilərdi, ondan gəlib demək ki, o boyda prezident ola bilərdi. Zelenski ola bilməzdi, oldu, yaxşı da oldu. Və o boyda imperiyanın qarşısında dayandı, ürəyimizdən dikan çıxartdı. Və bir sözlə də dedilər, biz Qarabağdakı o təcrübəni götürdük. Gördük, bu Rusa qalib gəlmək olar. İndi gəlirsiniz demək ki, nə deyirsiniz, o qırıq sözümüzü yığınız burada erməniyə ki, gəlib danışır deyə gəlmişik, iki ölkənin təhlükəsizliyini teröristlərdən, hər iki elə teröristsiniz də. Ermənistan da teröristlidir. Nə eləməyib Ermənistan ki, Azərbaycanda? Və nə eləməyib bu daşnaq küllü dünyada? Avustraliyadan Amerikaya qədər, Amerikanı deyirəm ha, və Avustraliyada həmişə terror ediblər. Zindanlarda, məhkəmələrdə hər zaman terror ediblər. Azərbaycan bağımsızlığını bərpa edəndən sonra yenə də əl çəkdilər Türkiyədən daraşdırar Azərbaycanın canını. Metro partlatdılar, avtobus partlatdılar, terror elədilər. Terörist səndə bə nədir? Ona görə də Tehran rejimi də dünənləri Arjantinada Sebastian prokuror Xameneyini verib neçə illərdir bu dava gedir. Orada getdilər, partlatdılar İsraillərin mədəni mərkəzini Ameyada, Buenos Aires'də. 87 nəfər, 83 nəfəri öldürdülər, 300 nəfərə kimi də yaraladılar. Kim elədi bunu? Əmri, fitvanı Xameneyi vermişdi. Rəfsənzani, Xameneyi, Fəllahiyan, o demək İnqilab Qvardiyasının başçısı, nə deyirsiniz, o adam cinayətkar və bir neçə vilayəti, bunlar hamısı. İndi də adam çıxıb demək ki, o prokuror İsrağa gün və qərar çıxardı ki, bu Seydəli Xameneyini sürüyüb gətirmək məhkəməyə lazımdır. Bu cinayət eləyib, əmri bu veribdi. Düz deyir. Niyə? Bu Xameneyi hələ bu İran adlanan yerdə 45 sənə bundan öncə Sayın Heydər bəy, inqilab olmadan bu Xameneyinin gizli cihad İslami dünya terror təşkilatı var idi. Bunlar İran adlanan yerdə gedirdilər, kino mərkəzləri, mədəni mərkəzləri yandırırdılar. Görün ki, Məhəmməd Rıza hər nə Türk düşmanı idi, ondan diktator idi, adam yiyən idi Məhəmməd Rıza Şah. Amma belə də ağılsız deyildi ki, öz hakimiyyəti dönəmində gedə demək ki, nə deyirsiniz, kino mərkəzlərini yandıra, teatr mərkəzlərini yandıra. Elə deyirdi axı. Bunlar nə edilər? Yandırırdılar şəhər və sonralar özləri də etiraf elədilər inqilabda yandırırdı ki, millət nifrət eləsin, əmin-amanlıq bozulsun. Getdilər Abadan şəhərində, Əl-Ahmızda, Ərəb bölgəsində. Abadan şəhəri Abad yeridir, neft zadı, doğru abi. Orada bir dənə kino mərkəzini yandırdılar. 400 nəfər də adam içindeydi. Qapısını bağladılar. Ondan sonra benzini doldurdular içəri, kirpi də vurdular. Kim elədi? Gələcəkdə bu Xameneyinin sağ əli, Xumeyninin sağ əli inqilabın demək ki, baş prokuroru Musəvi. Azərbaycanlı idi. Bakıdakı o 5 qəpikli zatlar var, siyasətçilər. Qardaş, bu da Türkdür da. Türkdür də 150 dənə Təbrizdə qızı zorladı. Baş prokurorudur. Axırda da elə o əməlinə görə rejimdə, bu da indi gedib olub ilimli qanat. Bilirsən kimin qanatındadır? Bu Puzbəndiyan, bu Pezeşkiyan qanatında.